Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. Ve aslih lana şe'nena kulleh. وَلَا تَكِلْنَا إِلَى أَنْفُسِنَا طَرْفَةَ عَيْنٍ. Değerli, mühterem kardeşler, Allah Teala'nın müvəffəqiyyəti, onun yardımı ve köməkliyi ile fiqh derslerimize, dinimizi, şəriətimizi öğrenmeye devam edirik. Bugün bizler namaz üçün iqamə vermək haqqında öğrenəcəyik. İqamə, keçən derslerimizde öğrendik ki, namaza qalxmağı elan etmək üçün istifadə olunan zikirlərdir. İ'lamu bil qiyami ilə salati bi elfazin məqfuratin ala sifətin məxsusatin. İnsanları namaza qaldırmaq üçün xüsusi qaydada şəriətdə gələn sözləri, ləfizləri istifadə etmək. İqamənin oxunma qaydası. İqamənin oxunma qaydası haqqında Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'dən iki forma, iki şəkil gəlmişdir. Bunlardan birincisi 11 cümlədən ibarət olan iqamə oxumaq. Bu, Allahu Ekber, Allahu Ekber, Əşhədu ən la ilahə illallah, Əşhədu ənə Muhammədən Rasulullah, Hayyə aləs-salah, Hayyə aləl-fəlah, Qad qamətis-salah, Qad qamətis-salah, Allahu Ekber, Allahu Ekber, La ilahə illallah. Bu şəkildə iqamə oxumaq Abdullah İbn Zeyddən rəvayət olunmuşdur. Azanı və iqaməni yuxusunda görən səhabə Abdullah İbn Zeyd. Ənəs İbn Məlikdən rəvayət olunan hədisdə deyir ki, Bilala Allah Resulü sallallahu aleyhi və səlləm əmr etdi ki, azanda sözləri cüt-cüt, iqamədə isə tək-tək oxusun. Umira Bilalun ən yuşəffə'əl əzənu və yutiral iqamə. Bilala Allah Resulü sallallahu aleyhi və səlləm əmr etdi ki, azanın sözlərin cüt-cüt oxusun, yəni Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, Allahu Akbar cüt-cüt oxusun. Əşhədu ən la ilahə illallah, Əşhədu ən la ilahə illallah cüt-cüt oxusun. Əşhədu ənə Muhammədən Rasulullah, Əşhədu ənə Muhammədən Rasulullah cüt-cüt oxusun. Hayyə aləs-salah, Hayyə aləs-salah cüt-cüt oxusun. Hayyə aləl-fəlah, Hayyə aləl-fəlah cüt-cüt oxusun. Allahu Akbar, Allahu Akbar cüt-cüt oxusun. La ilahə illallah. Azanın sözlərin cüt sayda oxumaq, amma iqaməni tək oxusun. Allahu Akbar, Allahu Akbar, Əşhədu ən la ilahə illallah, Əşhədu ənə Muhammədən Rasulullah, Hayyə aləs-salah, Hayyə aləl-fəlah, Qad qamətis-salah, Qad qamətis-salah, Allahu Akbar, Allahu Akbar, La ilahə illallah. Beləcə Bilal radiyallahu anhu Allah Resulü sallallahu aleyhi və səlləmin müəzzini Abdullah İbn Zeydin öyrətdiyi azanı və iqaməni oxudu. İqamənin bu qaydada oxunması haqqında alimlərin, elm əhlinin, cumhurunun görüşüdür. Sələf-i salihin, istər qədim alimləri, istər müasir alimləri, həmçinin İmam Abu Hanifə, İmam Şafi, İmam Malik, İmam Əhməd, başqa alimlər, cumhur, əksəriyyət iqamənin bu şəkildə oxunmasını məşru şəriətdən görmüşlərdir. İkinci oxunma qaydası isə 17 cümlədən ibarət olan iqamə oxumaq. Allahu Ekber 4 dəfə demək,
Əşhədu ən la ilahə illallah 2 dəfə demək, əşhədu ənə Muhammedən Rasulullah 2 dəfə demək, hayyə aləs-salah 2 dəfə demək, hayyə aləl-fəlah 2 dəfə demək, qad iqamətis-salah 2 dəfə demək, Allahu Ekber, la ilahə illallah. Bu şəkildə iqamə oxumaq isə Əbi Məhzuradan rəvayət olunmuşdur. Bu da səhihdir, doğrudur. Xülasə, dəyərli cəmaatlar, hər iki şəkil, hər iki forma iqamə oxumaq Allah Resulü sallallahu aleyhi və səlləmlə gəlmişdir. Həm 11 cümlədən ibarət olan iqamə oxumaq, həm 17 cümlədən ibarət olan iqamə oxumaq. Bunların ən üstünü, ən fəzilətlisi, alimlərin istər qədimdən, istər müasir alimlərin üzərində dayandıqları, ittifaq edib əməl etdikləri məhz Abdullah ibn Zeydin yuxusunda gördüyü, möminlərin əmiri Ömər ibn Xattabın yuxusunda gördüyü, Ənəs ibn Məlikin rəvayət elədiyi, Allah Resulü sallallahu aleyhi və səlləmin Bilala oxumağı əmr etdiyi 11 kəlmədən ibarət olan iqamə oxumaqdır. İqamə ilə əlaqəli növbəti mövzumuz həl yulzəmu ən yuqimə mən əzzənə. Azan oxuyan şəxs lazımdırmı ki, iqaməni də o oxusun? Namaz üçün azan verən şəxs şərtdirmi, vacibdirmi iqaməni də o oxusun? Müəllif buyurur ki, üstün və gözəl olan azan oxuyan şəxsin iqaməni də verməsidir. Kim ki, namaz üçün azan oxuyub, iqaməni də o oxusun. Ona görə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Bilala həm azanı oxumağı, həm də iqaməni oxumağı əmr etmişdi. Təyin etmişdi ki, namaz üçün azanı, iqaməni Bilal oxusun. Başqa şəxslər tərtib etməmişdi, təyin etməmişdi. Deməmişdi, azanı Bilal, iqaməni məsələn Əli oxusun. Azanı Abdullah ibn Məsud, iqaməni Ömər oxusun. Dedi ki, azanı da, iqaməni də hər ikisi Bilal oxusun. Alimlərin də elə əksəriyyətinin görüşü budur. Cumhurun rəyi budur ki, ən üstün olan, ən fəzilətli olan azanı oxuyan şəxsin elə iqaməni də oxumasıdır. Lakin birdən azanı ayrı şəxs oxusa, iqaməni ayrı şəxs versə, olar. Namaza heç bir təsiri yoxdur, namaz batıl olmur. Eləcə də azana, iqaməyə heç bir əks təsiri yoxdur. Bir şey qeyd edək, bəzən rəvayət edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm güya deyib ki, azanı Zeyd Əs-Sədai oxusun, iqaməni isə Zeyd Əs-Sadainin qardaşı oxusun. Dəyərli cəmaət, bu rəvayət səhih sabit deyildir. Səhih sabit deyildir. Xülasə öyrəndik ki, azanı verən şəxs yaxşı olar ki, iqaməni də versin. Lakin əgər azanı bir ayrı adam, iqaməni başqa bir ayrı adam versə, heç bir günah yaxud da əks nəsə yoxdur. Növbəti məsələ iqamə ilə əlaqəli. İqaməyə qulaq asan şəxslər, namaz üçün iqamə verilməsinə qulaq asan şəxslər, iqamə verən şəxsin sözlərini təkrarlayır ya yox? Bildiyimiz kimi azanda Peyğəmbər sallallahu aleyhi və səlləm bizlərə tövsiyə edib ki, müəzzinin dediklərini təkrarlayaq. Azan verilən zaman müəzzin nə deyirsə, onu da təkrarlayaq. Yaxşı, bu qayda iqamədə də varmı? İqamə oxunan zaman sözləri təkrarlandırmalıdırmı? Müəllif buyurur ki, eyni ilə azanda olduğu kimi iqamədə də sözlər təkrarlanır. Sözlər təkrarlanaraq oxunur. Allah Resulü sallallahu aleyhi və səlləmin ümumi sözünə görə İzə səmi'tumun nidəə fəqulu mislu mə yəqulul müəzzini. Azanı eşidən zaman müəzzinin dediklərini təkrarlayan, həm azan, həm də iqamə hər ikisi namaza insanları çatdırmaqdır, namaza insanları çağırmaqdır. Ona görə də dəyərli cəmaət, imkan varsa ən yaxşı olan, ən üstün olan iqamə oxunan zaman namaz üçün iqamə oxunan zaman
Digər cəmaət o iqamənin sözlərin təkrarlasınlar. Sözlərin təkrarlasınlar. Növbəti mövzu, namaz üçün iqamə nə vaxt oxunur? Namaz üçün iqamə nə vaxt oxunur? Dəyərli qardaşlarım, asıl olan budur ki, iqamə oxuyan şəxs namaz qıldıracaq imamı görsə, artıq başlayır iqamə oxumağa. Görür ki, namaz qıldıracaq imam keçir yerinə insanları namaz qıldırmaq üçün, o zaman başlayır iqamə oxumağa. Cəbir ibn Samurədən rəvayət olunan hədisdə deyir ki, Kənə Bilalun yuəzzinu izə hadarat. Bilal namaz üçün iqaməni imam yerinə keçəndə oxumağa başlayırdı. Fələ yuqimu hattə yaxrucən nəbiyyü sallallahu aleyhi və səlləmə. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm namaz qıldırmaq üçün çıxmayana qədər iqaməni oxumurdu. Allah Resulü sallallahu aleyhi və səlləm namaz qılmağa çıxanda artıq başlayırdı iqaməni oxumağa. Fəizə xaracə əqaməs salatu hattə yarahu. Bu birinci rəydir. Namaz üçün iqamə imam namazgaha çıxanda oxunur. İkinci rəy isə bəzən imam çıxmamışdan qabaq da oxumaq olar. İmam namazgaha çıxmamışdan qabaq da oxumaq olar. Yəni, əgər sən imamın gəlişin uzaqdan görürsənsə, yaxud da bilirsən ki, indi çıxacaq otağından gələcək namaz qıldırmağa, az qalıb. O zaman iqaməni oxuya bilərsən. Bu da dəyərli cəmaət sünnə ilə sabitdir. Hər ikisində də bizlərə bir fayda var ki, imam namazgaha çıxandan sonra oxunmalıdır iqamə. Yaxud da imam çıxmağına az qalmış. Yaxud da görürsən ki, imam uzaqdan gəlir, namaz qıldırmağa başlayırsan iqaməni oxumağa. Hər ikisində də gərək imam təyin oluna. Bəzən görürsən ki, imam təyin olunmayıb, iqamə oxunub, cəmaət səhvdə düzülüb. Sonra cəmaət bilmə deyir ki, Məmməd sən keç imam deyən, Qəfər sən keç imam deyən, Cəfər sən keç imam deyən. Bu sünnədə düzgün deyil. Sünnədə belə şəkildə olmuyor. Birinci imam təyin olunur, aydındır. Məsciddə artıq onun imamı var. Sonra insanlar öz aralarında namaz qılır, imam təyin olunur. Sonra imam keçir qabağa, ondan sonra başlanır iqamə oxumaq. Aydındır, əgər özümüz öz aramızda namaz qılırıqsa. Birinci imam təyin olunur, Məmməd imam dayanacaq. Məmmədin imam olmağı təyin olunandan sonra Məmməd artıq qabağa keçəndə başlanır iqamə oxunmağa. Yaxud da Məmməd keçib ora, ondan sonra iqamə oxunur. Aydındır. Məsciddə isə artıq imam var, Allah həmd olsun. Məsciddə imam ya gəlib qabağa keçəndə iqamə oxumaq olar, yaxud da artıq imam hazırlaşır, qabağa getmək üçün iqamə oxunur. Demək, bu iqamənin oxuma vaxtıdır. Növbəti mövzumuz isə, bəs insanlar namaz qılmağa nə zaman qalxır? İnsanlar oturublar yerlərində. Onlar nə zaman qalxırlar namaza, cərgiyə düzülməyə başlayırlar? Buyurur ki, müəllif, İzə ləm yəkunul imamu ma'ahum fil məscidi fəs-sünnətu əllə yəqumu həttə yaravhu. Əgər onların məsciddə imamları yoxdursa, onlarla birlikdə deyilsə, sünnə olan budur ki, imamı görməyənə qədər yerlərindən qalxmasınlar. İmamı görməyənə qədər yerlərindən qalxmasınlar. Əqaməl müəzzinu əv ləm yuqim. İstər müəzzin azan oxusun, istər müəzzin iqamı oxusun ya oxumasın. Və bu da cumhurun rəyidir. Allah Resulü sallallahu aleyhi və səlləmin Əbu Qatədə rəvayət edilsə deyir ki, İzə uqimətis salə fələ təqumu həttə təravni. Namaz üçün iqamə oxunan zaman məni görməyənə qədər yerinizdən qalmayın. Namaz üçün iqamə oxunan zaman məni görməyənə qədər yerinizdən qalmayın. İkinci rəy isə İzə kənəl imamu ma'hum fil məscidi. Əgər imam cəmaatla birlikdə məsciddədirsə, İmam Şafi
və əksər alimlər deyiblər ki, ennehum la yaqumuna illa ba'da'l firagh minəl iqamə. Onlar iqamə oxunub qurtardıqdan sonra başlayırlar cərgədə düzülməyə. İmam əgər cəmaatla birlikdə məsciddədirsə, cəmaat namaz üçün iqamə oxunduqdan sonra namaza qalxırlar. Bu İmam Şafi və əksər alimlərin sözü. İmam Malik isə deyir ki, İzə uxizə fil iqamə. Əgər iqamə verməyə başlanırsa, cəmaat qalxır cərgədə düzülməyə. Və həmçinin buyurur ki, əgər müəzzin deyirsə, qad qamətis salə, o zaman cəmaat qalxır. Aydındır qardaşlarım, o zaman cəmaat qalxır. Əbu Hanifə isə deyir ki, yəqumunə izə qalə hayyə aləs-salə, hayyə aləs-salə. İmam Əbu Hanifə isə deyir ki, müəzzin hayyə aləs-salə, hayyə aləs-salə deyəndə cəmaat qalxmağa başlayır. Demək, əziz qardaşlarım, cəmaat oturub məsciddə. Bunlar namaza, cəmaat namazına nə zaman qalxır? Birinci görüş budur ki, əgər imam onlar ilə bərabər məsciddə deyilsə, yəni cəmaat oturub məsciddə, amma imam yoxdur. İmam ya dəstəmaz alır, ya məsələn xaricdə bir yerdədir, imamı qabaqda görməyənə qədər, yaxud da imamın qabağa gəlməyini görməyənə qədər heç kim yerindən qalmır. Hətta müəzzin iqaməni oxusa belə. Müəzzin iqaməni oxusa da, oxumasa da. Onlar bilsin oxuyub, amma imam yoxdur. Qalmaq olar, olmaz məsciddə. Peyğəmbər s.ə.v buyurur ki, namaz üçün əgər iqamə oxunarsa, məni görməyənə qədər yerinizdən qalmayın. Məni görməyənə qədər yerinizdən qalmayın. İkinci hal isə, əgər imam cəmaatla birlikdə məsciddədir. İmam cəmaatla birlikdə məsciddədir. Bəs cəmaat namaz qılmağa nə zaman qalxır? Burada İmam Şafi və əksər alimlər deyirlər ki, iqamə oxunub qurtardıqdan sonra cəmaat qalxır namaza. İqamə oxunub bitir, qurtarır, cəmaat qalxır namaza. İmam Malik isə deyir ki, müəzzin qad iqamətis salah deyəndə cəmaat qalxır namaza. Cəmaat qalxır namaza. İmam Əbu Hanifə isə deyir ki, hayyə aləs-salah deyəndə cəmaat yerindən qalxır, demək, cərgədə düzülür. Dəyərli qardaşlarım, əlbəttə bunların hamısı demək rəylərdir, görüşlərdir. Allah Teala alimlərimizə razı olsun, mötəbər rəylərdir. Amma ən üstünü, ən fəzilətlisi odur ki, imam qabaqda göründükdən sonra cəmaat qalxır namaza. İmam qabaqda görünür, müəzzin başlayır iqamə oxumağa, cəmaat qalxır namaza. Bəli. Və bununla da biz Allahın izni ilə iqamə ilə əlaqəli olan mövzularımızı bitirib tamamladıq. İlk öncə öyrəndik ki, iqamə azan kimi hər ikisi haqqında fəzilət eynidir. Azan haqqında nə fəzilət gəlibsə, o fəzilət iqaməyə də aiddir. İqamə insanları namaza qaldırmaq üçün oxunan, sünnədə gələn müəyyən sözlərdir. Azan isə insanlara namazın vaxtın daxil olmaq üçün oxunan, sünnədə gələn dualar sözlərdir. Aydındır? Azan namazın vaxtının daxil olmağını bildirir. İqamə isə namazın artıq başlandığını bildirir. Və iqaməni oxumağın ən üstün forması 11 cümlədən ibarət olan formadır. Allahu Ekber, Allahu Ekber, Əşhədü ən la ilahə illallah, Əşhədü ənə Muhammedən Rasulullah, Hayyə aləs-sələ, Hayyə aləl-fələ, qad iqamətis-sələ. Qad iqamətis-sələ, Allahu Ekber, Allahu Ekber, la ilahə illallah. Ki, ən üstün alimlərin cumhurunun rəyi. İstər sələfdən, istər müasir alimlər bunu söyləmişlər. Öyrəndik ki, azan oxuyan şəxsin elə özünün iqamə oxuması daha yaxşıdır. Kim ki azan verib, iqaməni də o versin. Kim ki azan verib, iqaməni də o versin. Lakin, əgər azanı bir başqa adam, iqaməni başqa adam versə, eyb etməz. Heç bir taksir yoxdur. Sonra öyrəndik ki, necə azanın sözləri təkrarlanır, iqamənin də sözləri təkrarlanır. İqamə verilən vaxtı da müəzzinin dediyi sözlər təkrarlanır. Sonra öyrəndik ki, namaz üçün iqamə o vaxt
oxunur ki, əgər imam namazgahda yaxud da məsciddə görünürsə, artıq imam ya qabağa çıxıb, o zaman iqamə oxunur, yaxud da çıxmağına az qalıb, otağından çıxmağına az qalıb, yaxud da görürsən ki, arxadan qabağa doğru gəlir. O zaman müəzzin başlayır iqaməni oxumağa. Bəli, lakin ən üstünü nədir? İmam gəlir, keçir qabağa, ondan sonra iqamə oxunur. İmam gəlir, keçir qabağa, ondan sonra iqamə oxunur. Lakin bəzən oxumaq olar, bilirsən ki, artıq imam otağından çıxıb gəlir qabağa namaz qıldırmağa, yaxud da çıxmağına az qalıb oxumaq olar. Sonra öyrəndik ki, insanlar nə zaman qalxır namazı qılmağa, birinci hal o idi ki, əgər imam cəmaatla birlikdə məsciddədirsə, iqamə bitdikdən sonra cəmaat yerindən qalxıb cərgəyə düzülür. Yaxud da müəzzin qadiqamətis salah deyəndə cəmaat gəlib cərgədə düzülür. Yaxud da müəzzin hayyə aləs-salah deyəndə cəmaat gəlib cərgədə düzülür. Əgər imam cəmaata bilir məsciddədirsə, demək ən birinci imam təyin olunmalıdır. Bəzən xataya yol verirlər. İmam bilinmir kimdir? Kim namazı qıldıracaq bilinmir, amma artıq iqamə oxunub, cəmaat düzülüb. Sonra məsələn deyirlər ki, qara sən kes, yox. Birinci, imamı təyin edirsən, sonra iqamə oxuyursan, sonra cəmaat cərgədə düzülür. Aydındır, birinci imam təyin olunur, Məmməd imam dayanacaq, sonra azanı oxuyan şəxs iqaməni oxuyur, sonra cəmaat cərgəyə düzülür. Aydındır, qiymətli qardaşlarım. Lakin əgər imam hələ namaza gəlməyibsə, məsciddə deyilsə, məsələn, dəstəmaz alır, məsələn, başqa yerdədir, o zaman namaza qalxmaq düzgün deyil. Hətta kimsə iqaməni oxusa belə, namaza qalxmaq doğru düzgün deyil. Allah subhanahu teala bizləri eşitib başa düşür, faydalanan, ən gözəlinə tabi olan qullarından etsin. Bununla da biz namaza aid olan bütün mövzuları, bütün məsələləri tamamladıq. Baxın, bu vaxta qədər keçdiyimiz bütün məsələlər, qusul, təyəmmüm, dəstəmaz, azan, iqamə, təmiz, natəmiz, hər şey namaza gələnə qədər, yəni Allahu Əkbər deyənə qədər olan işlər idi. Artıq sabahdan, yəni növbəti dərsimizdə artıq nəyə başlayırıq? Namaza daxil olduq. Ona görə gələn dərs çalışın, qələmlə, dəftərlə iştirak edin. Allah subhanahu teala hamımızı eşitib başa düşür. Faydalan, ən gözələ tabi olan qullarına bitsin. Yəni bizim bu 2 ildir keçdiyimiz dərslər namaza daxil olana qədərki dərslər idi. Namaza durub başlayana qədərki dərslər idi. Görün nə qədər fəzilətli əməllər keçdik. Allahu Ekber. Görün namaza hələ insan gəlib Allahu Ekber deyib namaza başlayana qədər olan əməllərin fəzilətinə baxın, subhanallah. Yəni bu vaxtki dərsləri yadınıza salaq. Hər bir fəzilət orada var. Görün bu namaz nə qədər fəzilətlidir. Görün namaz nə qədər fəzilətlidir. Ona görə dəyərli qardaşlarım, alimlər deyirlər ki, bu məsələləri bilməyən şəxslər girişirlər namaz qılmayanın hökmünə. Buraki 2 il biz keçdiyimiz məsələləri, 2 il yarım da hətta bəlkə də, keçdiyimiz məsələləri bilməyən insan girişir. Namaz qılmayan belə oldu, namaz qılmayan kafirdir və s. Elm belə olmur. Elm birinci bu 2 il keçdiyimizi öyrənilir ondan sonra. Allah subhanahu teala hamınıza razı olsun. Uca Allah hər birimizi xeyirlərlə mükafatlandırsın. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.